Salam hər bir kəsə, mən Bəşir Bayev. Bugünkü videoda isim bölməsinin digər hissələrinə toxunacaq. Hansı ki biz danışacağıq xüsusi isimlərdən, yəni proper nouns, ümumi isimlər, common nouns, sayıla bilən isimlər, countable nouns və sayıla bilməyən isimlər uncountable nouns. Və digər videomuzda isə singular nouns və plural nouns izah edəcəm. Bu videoda qeyd etdiyim 4 mövzu haqqında ətraflı, detallı olaraq izah verəcəm. Xüsusi sizlər üçün hazırladığım qeydləri də sizlərlə paylaşacağım. Bundan əlavə olaraq sizlər üçün xüsusi hazırladığım test nümunələri də tanış olacaq. Hansı ki o testlər sizin qarşınızda buraxılış imtahanlarında, istər 11, istər 9 sinif imtahanlarında qarşınıza çıxa bilər. Və ənəvi olaraq da sizdən soruşacağım suallar olacaq, hansı ki sizdən cavablamağınızı xahiş edəcəm. İlk öncə gəlin başlayaq xüsusi və ümumi isimlərdən. Qeyd etdiyim kimi xüsusi isimlər ingilis dilində proper nouns deməkdir, ümumi isimlər isə common nouns deməkdir. Bəs yaxşı, bunlar nədir? Gəlin ilk öncə bunları tanış olaq. Xüsusi isimlər, burada da qeyd olunduğu kimi, müəyyən əşyalara, anlayışlara, ərazilərə, şəxslərə verilən adları bildirir. Ümumi isimlər isə bütün bir sinifə aid şəxsləri, əşyaları, anlayışları ifadə edir. Məsələn, biz hamımız müəllimik, yəni mən və kolleqalar müəllim sayılırıq. A teacher burada ümumi isim sayılır. Amma bizi xüsusiləşdirən nədir? Adlarımız. Məsələn, mənim adım Bəşirdir, digər müəllimin adı Alex ola bilər, digərinin adı Maria ola bilər. Deməli, burada qrupun adı oldu a teacher, yəni ümumi ismimiz oldu a teacher. Amma bizi xüsusiləşdirən o da adlarımız Bəşir, Alex, Maria və s. Məsələn, cities deyə bilərik, şəhərlər. Bu ümumi isimdir. Amma şəhərləri fərqləndirən nədir? Baku ola bilər və yaxud da ki, Ankara, İstanbul ola bilər. Düzdürmü? Bunlar artıq xüsusi isimlərdir. Deməli, ümumi isimlər bütün bir sinifə aid olan şəxsləri, əşyaları, anlayışları bildirir. Gəlin xüsusi isimlərin, ümumi isimlərin xüsusiyyətlərinə baxaq. Xüsusi isimlər, yəni proper nouns, cümlənin istənilən yerində, fərqi yoxdur. Cümlənin əvvəlində, ortasında, sonunda hər zaman böyük hərflə yazılacaqlar. Deməli, cəmlənə bilmirlər, amma bir halda onlar cəmlənə bilirlər. Gəlin bu qeydə baxaq. Bunu ismin yayıq halında daha ətraflı izahını veriləcək. Hansı ki biz bütün bir ailədən danışanda, məsələn demək istəyirəm ki İbayevlər. İbayevlər demək istəyəndə biz belə deyəcəyik. De İbayevs və yaxud da ki Əliyevlər. De Əliyevs olacaq, düzdürmü? Deməli, bütün bir ailədən danışanda onun qarşısında artikl işlənə bilir və cəmlənə bilir. Amma yerdə qalan xüsusi isimlərimiz cəmlənə bilməyəcək. Qarşısında rəqəm işlənmir, qarşısında en, d artiklları işlənmir. Və qeyd edim kimi yalnız bu qeyddəki halda d artiklı işlənə bilər. Məsələn, bura baxaq, the Smiths, the Nixons və s. Bəs ümumi isimlər necə olur? Ümumi isimlər qeyd edim kimi common nounsdur. Həmişə kiçik hərflə yazılır. Bu qeydi bilən toxunmaq istəyirəm. Biz deyə bilmərik ki, onlar həmişə kiçik hərflə yazılırlar. Məsələn, cümlənin başlanğıcında ümumi isim olsa, avtomatik olaraq biz onu böyük hərflə yazmalıyıq. Çünki bilirik ki, cümlə hər zaman böyük hərflə başlamalıdır. Amma cümlənin digər hissələrində həmişə bəli, ümumi isimlər kiçik hərflə yazılır. Cəmlənə bilərlər. Məsələn, e-book deyə bilərsiniz, books deyə bilərsiniz. A teacher deyə bilərsiniz, teachers deyə bilərsiniz. Qarşısına rəqəm işlənə bilər. Məsələn, one teacher, five teachers. Qarşısına artikl da işlənə bilər. Məsələn, a teacher, a book, an eraser və s. Bu ümumi olaraq ümumi isimlər və xüsusi isimlər haqqında qeydlərimiz idi. Gəlin davam eləyək. Bu videonun əsas hissəsi olan sayıla bilən və sayıla bilməyən isimlər haqqında danışaq. Ümumi olaraq ümumi isimlər iki kateqoriyaya bölündü. Sayıla bilən isimlər və sayıla bilməyən isimlər. Sayıla bilən isimləri biz deyirik countable nouns. Ümumi olaraq orada çünki count'dır, üstə able şəkildə gəlmişik. Countable sayıla bilən deməkdir. Uncountable isə sayıla bilməyən deməkdir. Gəlin tanış olaq görək bunlar nədir, necə istifadə olur, qaydaları nə formada olur. Birinci gəlin başlayaq ilk birinci qaydamızda. Deməli, countable nouns həm təkdə həm də cəmdə işlənə bilirlər. Məsələn, bura nümunəyə nəzər salsaq, e-book təkdir, books cəmdir. Deməli, burada bir nüans olmalıdır. Yada saxlayın ki, burada qeydimizdə qeyd olunur. İsimlər cəmlənərkən onların qarşısındakı en artiklı düşməlidir. Səbəb nədir? Çünki en artiklı birin ekvivalentidir, yəni bərabəridir. En bərabərdir one-a. Bunu belə yada saxlaya bilərsiniz. Yəni, siz birdən sonra cəm söz verəməzsiniz axı, necə deyə bilərik? Bir, məsələn, insanlar, bir müəllimlər olmaz axı. Bir müəllim ola bilər. Ona görə də, əgər gördünüz ki, sözün qarşısında en və yaxud da ki, one varsa, avtomatik həmin sözümüz sayıla bilən tək isim olmalıdır. Cəmlənə bilməz. Digər qrafiyaya baxsaq ki, deyir ki, uncountable nouns cəmlənə bilmir. Onlar həmişə necə işlənəcəklər? Təkdə olacaqlar. Bu nüansı yadda saxlayın, gəlin sizin üçün bir də təkrarlayaq. Əgər isim sayıla bilən tək isimdirsə, onda qarşısında en, one mütləq istifadə olunmalıdır. Amma onlar cəmlənirsə, qabağında en və one işlənə bilməz. Amma sayma isimlər heç vaxt cəmlənə bilmirlər. Onlar hər zaman təkdə olurlar. Davam eləyək digər ikinci qeydimizdən.
Qeyd elədiyim kimi, deməli, sayıla bilən tək isimlərin qarşısında an article işlənə bilər, hətta another da işlənə bilər. Çünki another-ın içərisində an article var. Deməli, görürsəniz ki, an və another varsa, siz hər zaman bunlardan sonra sayıla bilən tək isim verməlisiniz. Gəlin qısa olaraq qeyd edim sizə ki, an article necə təyin edirsiniz? An article-ın təyini sözdəki ilk səsdən asılıdır. Yəni, sözü tələffüz edirsiniz. Əgər söz sait səslə başlayırsa, an verirsiniz. Amma samit səslə başlayarsa, verirsiniz. Burada çünki bəzi fərqlər olacaq. Məsələn, gəlin elə birinci başda universitet sözündən. Universitet sözü yazılışında university olur, düzdürmü? Gəlin sizin üçün bura qoyd eləyək. Əslində bunun biz yazılışına baxsaq, bəzən uşaqlar artiklı yazılışa görə təyin edirlər. Deyirlər, müəllim, burada yazılışına görürsünüz, sait hərfinə başlayıb ona görə an olmalıdır. Xeyr, article yazılışa görə deyil, tələffüzə görə təyin olunur. Burada biz söz tələffüz edəndə görürük ki, samit səslə başlayır, university. Ona görə avtomatik olaraq bunun qarşısında article olmalıdır. Ona görə də siz an article-ını təyin edən zamanı mütləq və mütləq sözün tələffüzünə baxmalısınız. Samit səslə başlayırsa sait səslə başlayırsa an olur. Amma bunun əksi olaraq sayılmayan isimlərin qarşısında heç vaxt an article-ları işlənməz. Bunu bir qayda olaraq yadda saxlayın ki, yuxarıda da qeyd elədik ki, sayılmayan isimlərin qarşısında qəti olaraq an article işlənmir və an article işlənmədiyinə görə avtomatik olaraq da another da işlənməyəcək. Sonra, sayıla bilən tək isimin qarşısında dedik ki, one işlənə bilər. Yəni, birdən sonra gələn isim mütləq tək olmalıdır. Məsələn, one problem. Bəs bu niyə səhvdir? Çünki one verib və burada problemsi cəmləyib. Dedik axı, birdən sonra gələn isim tək olmalıdır. Gəlin bu qeydi buradan sizin üçün silim ki, burada çünki başqa bir qeyd yazacağım. Amma sayıla bilmə isimlərin qarşısında heç vaxt rəqəm işlənməz. Deməli, belə yada saxlayırıq. Sayıla bilmə isimlərin qarşısında qəti olaraq rəqəm işləməz. Məsələn, five advice səhvdir. Çünki advice məsləhət sayılma isimdir, amma onun qarşısında rəqəm verib. Amma birdən sonra siz sayıla bilən tək isim verə bilərsiniz. Məsələn, one book. Amma uşaqlar 2-dən sonsuzluğa qədər sonra 2-dən yəni sonraki rəqəmlərdən 2 daxil olmaqla həmişə özündən sonra cəm isim tələb edir. Məsələn, 2 books, 5 books, 100 books. Yəni bunu yadda saxlayın. Sonra many, few, a few, very few, only few, a number of, the number of several. Bu kimi bizim təyinici sözlərimiz, yəni quantifierslərimiz həmişə özlərindən sonra cəm isim tələb edir. Yəni siz bunları harda görsəniz, onlardan sonra mütləq və mütləq cəm isim verməlisiniz. Onsa bunun haqqında quantifiers, yəni təyinicilər dərsində daha ətraflı öyrənəcəksiniz. Amma görsəniz ki, nöqtələrin əvvəlində, yəni orada belə deyək də, sizə nöqtələr verəcəklər və sayma isim olacaq. Avtomatik bu sözləri seçə bilərsiniz. Little, a little, very little, only little, much. Bunlardan sonra necə isim gələcək? Əlbəttə ki, sayma isim. Bir də vurğulayıram. Many, few, a few, very few, only few, a number of, the number of several. Bunlardan sonra yalnız və yalnız cəm isim işlənir. Amma little, a little, gəlin siz bunu rəngin fərqli eləyək ki, sizin üçün aydın olsun. Bunlardan isə avtomatik sonra sayma isim işlənir. Amma a lot of'dur, lots of'dur, plenty of'dur. Yəni bunu da sizin üçün başqa bir rəngdə eləyim ki, sizə tam aydın olsun. So a lot of'dur, lots of'dur, plenty of'dur, some, any, no. Bunlardan sonra isə həm cəm, həm də sayma isim gələ bilər. Yəni bunlar bizim 200-lü təyinici sözlərimizdir və əvəzliklərimizdir. Davam edək. Burada diqqətimiz var. Sayıla bilən tək isimlər tək başına istifadə oluna bilməz. Yəni, əgər bir isim sayıla bilən təkdirsə, onun qarşısında mütləq nəsə olmalıdır. Ola bilər and article, ola bilər one və yaxud ola bilər yəq əvəzlikləri. Məsələn, my, mənim, your, sənin, his, her, its, onun, our, bizim, your'sin, their, onların. Ola bilər işarə əvəzliklərimiz these, that, these, those ola bilər. Yəni, bunun qarşısında tək işlənməz. Məsələn, burada niyə görə olmaya yazılıb? Çünki book sayıla bilən tək isimdir, amma onun qarşısında heç bir şey yoxdur. Məsələn, verə bilərsiniz article, verə bilərsiniz yəq əvəzliyi, verə bilərsiniz işarə əvəzliyi. Sonra davam edirik. Sayıla bilən tək isimlərdən fərqli olaraq cəm isimlər tək başına istifadə edilə bilər. Əlbəttə ki, məsələn, I like apples doğru bir cümlədir. Çünki apples artıq burada cəm isimdir. An article-nın istifadəsi sözün başladığı hərfdən deyil, səsdən asılıdır. Bunu artıq mən sizə ətraflı izah elədim. Məsələn, burada uşaqlar deyirlər, necə oldu bu səhvdə axı? Deyirəm, niyə? Deyir, çünki burada yazıda samit hərflə başlayıb. Xeyr, yenə dediyim kimi article ilk səsdən asılıdır. Burada da say səsə başlayır deyə an article veririk. Amma universitetdə bayaq dediyim kimi samit səsə başlayıb deyə article veririk. Sonra, sayılma isimlərin xəbəri hər zaman tək olmalıdır. Xəbər tək nədir? Gəlin sizin üçün qeyd edeyim. Deməli, bizdə var is xəbər tək sayılır, was xəbər tək sayılır, sonra does ola bilər, has ola bilər,
Bir də əsas feillərimizin sonuna es artıranlar. Məsələn, go-nun sonuna es artırılır və yaxud da ki helps ola bilər. Yəni bunu biraz nazir edək çünki çox da oxunmur. Learns ola bilər və s. Bunlar bizim tək feillərimizdir. Fikir verdinizsə bütün tək feillərimiz bizdə s-lə bitir. Deməli, salim isimlərin xəbəri avtomatik olaraq hər zaman tək olacaq. Salim isimlərin qarşısında təkdə olan işarə əvəzlərimiz olmalıdır. Yəni this, that. Belə də saxlayın ki, salim isimlərin qarşısında 4 hərfli işarə əvəzlərimiz istifadə oluna bilər. Məsələn, bunlar niyə səhvdir? Çünki those və this-dən sonra avtomatik cəm isim gəlməlidir. Amma salim isim gələ bilməz. Biz yuxarıda qeyd etdik ki, salim isimlərin qarşısında artikel işlənə bilməz. Məsələn, biz a sugar, a news, a furniture deyə bilmərik. Bəs necə oldu ki, burada furniture-nin qarşısında, burada news-un qarşısında artikel işləndi? İndi belə bir qeyd edirəm, yada saxlayın. İngilis dilində 2 və daha artıq isim yanaşı gələndə həmişə bizim əsas ismimiz, yəni o birləşmədəki olan ağa deyək də, baş olan isim ən sonuncu isimdir. Məsələn, 10 dənə isim yanaşı gəlibsə, 10-cu isim əsas isim sayılır. Məsələn, burada baxsaq ki, furniture sayma isimdir, avtomatik olaraq onun qarşısına artikel verə bilmirik. Amma biz furniture shopda furniture'ya baxmırıq, shop'a baxırıq. Çünki 2 isim yanaşı gəlib və biz sonuncu ismi əsasən veririk. Deməli, bu artikel shop'un artikel sayılır. Eyni qayda digərində də. Məsələn, a news agency. Burada artikel agency'yə görə verilir. Məsələn, burada proqrama görə verilib, burada board'a görə verilib, burada center'a görə verilib. Məsələn, T sayma isimdir. Ona görə artikel vermək olmaz. Amma T glass'da artikel glass'a görə verilir. Belə, yada saxlayırız ki, sayma isim qarşısında artikel olmaz. Amma sayma ismin yanında hər hansı bir başqa bir sayılabilən isim varsa, onda avtomatik olaraq artikel istifadə eləməliyik. Davam edirik ümumi sayma isimlərdən. Sayma isimlərin burada onun təsnifatı var və onu qruplara bölünüb. Və bilirsiniz ki, sayma isimləri siz əzbər də öyrənməlisiniz ki, o sözlərlə tanış olasınız. Gəlin bir-bir ümumi olaraq təsnifata da baxaq. Əgər olur da indi imtahanda həyəcanlana bilirsiniz, yadınızdan çıxa bilər, o təsnifatlardan rahat yadınızda saxlaya bilərsiniz. Gəlin başlayaq. Ümumi olaraq maya halında olan bütün isimlər sayılmayandır. Məsələn, petrol, benzindir, oil, bitki yağı, wine, şərab, milk, süd, water, su və s. Bunlar sayılmayandır. Mücərrəd isimlər. Mücərrəd isimlər nədir? Azərbaycan dilində belə bir bəsit bir qeydimiz var idi ki, yəni onu qayda olaraq necə öyrənirdik? Gözlə görə bilmədiyimiz, şəklini çəkə bilmədiyimiz və əllə toxuna bilmədiyimiz isimlərə mücərrəd isimlər deyilir. Məsələn, space, məkan, enerji, happiness, xoşbəxtlik, love da gülüş, intelligence, zəka, justice, ədalət, və yaxud da truth, həqiqət, information, məlumat, news, xəbər, bunlar bizim mücərrəd isimlərimizdir. Mücərrəd isim olduqlarına görə də avtomatik olaraq onlar sayılmırlar. Lakin burada belə bir qeydimiz var. Mütləq və mütləq bu qeyddəki istisna sayılır da bunlar. Bunları əzbərləməlisiniz. Hansı ki bu isimlər mücərrədlər, amma nə edirlər? Sayılırlar. Hansılardır? Gəlin baxaq. An idea, ideya, an impression, təəssürat, a voice, səs, a storm, fırtına, a cloud, bulut, a wind, külək, a dream, arzu, a wish, arzu, a hope, ümid, an hour, saat, a joke, zarafat, a problem, problem. Yəni deyirəm, bunlar əslində mücərrəd isimlərdir, amma nə edirlər? Sayılırlar. Deməli, bunları avtomatik nə etməlisiniz? İstisna kimi əzbərləməlisiniz. Digər kateqoriyada nəyimiz var? Ümumi olaraq deməli bizim 5 dənə, yəni sizin proqramda ümumi məna daşıyan bəzi isimlər var ki, onlar sayılmırlar. Nə deməkdir bu? Gəlin başlayaq fruitdən. Bir dənə buradan mən səhifə açım, boş bir səhifə. Onun üzərində qeyd edə bilək bir dəqiqə. Biz hansı sədəydik? Hə, buradaydıq. Bir dənə boş bir səhifə açım ki, sizin üçün yaza bilim. Nədir burada? Ortaya biz bir dənə gəlin fruit yazaq. Fruit bizə meyvə söz deməkdir. Uşaqlar, meyvə sözü sayılır. Yəni bu uncountable-dır. Amma siz ümumi olaraq meyvələrin özlərindən danışsanız, onlar əlbəttə ki, sayılacaqlar. Gəlin, məsələn, sizin üçün qeyd edək. Məsələn, danışa bilərsiniz an apple. Gördünüz, avtomatik olaraq qarşısına artikel istifadə elədik. Və yaxud da ki, banandan danışanda, bu da sayıla bilən isimdir. Görürüz, avtomatik artikel istifadə elədik. Və yaxud da ki, armuddan danışanda, pear, avtomatik artikel istifadə elədik. Və yaxud da ki, istifadə edə bilərik, pineapple-dan danışa bilərik. Pineapple. Deməli, necə oldu? Fruit özü sayılmır, amma onun içərisində daxil olan sözlər sayılırlar. Digər formada, məsələn, danışa bilərik. Bir dəqiqə, mən qırmızı qələm yazaq. Məsələn, danışa bilərik money-dən. Uşaqları ən çox qarşıdıran hissələrdən biri budur elə. Money sözü, pul sözü sayılmır. Amma money içərisində daxil olan bizim valyuta növlərimiz var. Məsələn, azeyn ola bilər, məsələn, manat dediyimiz, TL ola bilər, rubl ola bilər, dollar ola bilər, evro ola bilər. Deməli, money özü sayma isimdir. Amma onun içərisində daxil olan sözlərimiz avtomatik onlar nə edirlər? Sayılırlar. Məsələn, evro ola bilər, dollar ola bilər. Sayın, bu dəqiqə bunu düzəldək. Dollar ola bilər, manat ola bilər.
Ruble ola bilər və s. Deməli, bunlar bizdə sayılacaqlar, amma money isə sayılmır. Bir də fruitdan danışmışkən sizə bir nüans da deyim. Bunu mütləq yadda saxlayın. Uşaqlar, fruit sayma isimdir. Burada qeyd edirəm sizin üçün. Fruit uncountable-dır. Amma vegetable sözü, tərəvəz sözü isə sayıla bilən isimdir. Bunu mütləq yadda saxlayın, qarışdırmayın. Bir də deyirəm, fruit uncountable-dır, vegetable isə countable noun-dur. Gəlin qaydaq qaydamıza. Digər eyni formada bizdə o qrupdakı sözlərə aiddir. Hansı ki, burada nə var idi bizdə? Laqeyd sözümüz money, furniture, traffic, fruit. Məsələn, furniture'dan danışaq, mebel özü sayılmır. Amma mebel içində nə daxildir? A table, a chair, a sofa, an armchair və s. Bunlar sayılırlar. Bunu yadda saxlayırsınız. Sonra yeni məhsullar, məsələn, bread, çörək, cheese, pendir, meat, ət, bata, kərə yağı, bunlar sayılırlar. Metal və material adları. Ümumi olaraq Mendeleyev cədvəlində bilirsiniz ki, 118 element var. Bu Mendeleyev cədvəlində olan bütün elementlərin hər biri sayılmayandır. Gold, qızıl, silver, gümüş, iron, dəmir, steel, polad, wood, taxta, sonra paper, kağız, silk, ipək və s. Bunlar hamısı sayma isimlərdir. Təbiət hadisələri. Darkness, qaranlıq, snow, qar, fog, duman, heat, istilik, humidity, rütubət, hail, dolu, lightning, şimşək və s. Bunlar hamısı bizim sayılma isimlərimizdir. Amma bununla bağlı sizə qeyd deyim, onsa qeydlərim içərisində var, orada göstərəcəm. Yenə də şifahi olaraq sizin üçün deyim ki, təbiət hadisələrindən 5-i var ki, yəni təbiət hadisələri ilə bağlı olan sözlərdən 5-i var ki, onlar şəla istisnadlar, yəni sayılırlar. Hansılardır? A ray şua, a wind külək, a storm fırtına, a cloud bulud, an earthquake zəlzələ. Bu 5 dənə sözümüz sayıla bilən isimlərdir. İndi sizlər üçün hazırladım notun içərisində onu görəcəksiniz. Sonra idman və oyun adları. Bütün idman və oyun adları ilə bağlı olan sözlər bizdə sayılmır. Məsələn, baseball, futbol, soccer, tennis, chess və s. Elm və fən adları. İstər ibtidai sinifdə öyrəndikləriniz, istər orta məktəbdə və yaxud da yuxarı siniflərdə, bakalavr, magister, yəni istənilən səviyyədə öyrəndiyiniz o bütün fənlər var, keçirən sizə bütün mövzular. Onlar hamısı sayma isimlərdir. Və chemistry ola bilər, mathematics, literature, history və s. Bunlar hamısı sayılmır. Fəaliyyətlərimiz. Yəni fəaliyyət nədir? Feilin üzərinə ing gəlməklə biz gerund alırıq. Onlar da sayılır. Məsələn, driving, sürücülük, swimming, üzgüçülük, traveling, səyahət və s. Xəstəliklər. Cancer, xərçəng, flu, grip, measles, qızılca, bunlar hamısı sayılmır. Dillər, Russian, Rus dili, Greek, Yunan dili, German, Alman dili, English, İngilis dili, bunlar sayılmır. Qaz halında olan maddələr. Məsələn, oxygen, oksigendir, air, hava, steam, buxar, smoke, tüstü, bunlar da sayma isimlərdir. Bir də kiçik hissəciklərdən ibarət olan maddələr var, hansı ki bunlar toz və qırıntı şəklindədirlər. Məsələn, rice düyü, flour, un, korun qarğı dalı, dust, toz, salt duz və s. Bunlar da əlbəttə ki sayılmır. Bir nüans var ki, korona zamanında bilməm görmüşdünüzsə yox, görməmişdiniz. İnsanlar o qədər boş bekar idilər ki, bu xüsusilə də Türkiyədə belə bir trend olmuşdu. İnsanlar evdə oturub, məsələn, bir kiloluq paketlərdə məsələn düyü olurdu və yaxud da digər şəkər tozu olsun. Əsas onlar düyünü sayırdılar. Düyü ola bilirdi və yaxud da ki, qarıda səcilləri və onları sayırdılar görə bir paketdə nə qədərdir, sonra müqayisə edərdilər. İndi deyə bilərsiniz ki, bəs onlar necə sayırdılar? İndi biz məsələn marketə gedən demirik ki, bizə bir ədəd düyü ver. Biz nə deyirik? Kilo. İndi olsa bu haqda danışacağam ki, bəs biz o sayma isimləri necə ifadə edirik? Biz necə deyək ki, məsələn, mənə düyü ver. İndi o haqda da tutun bildirən sözlərin səsində danışacağam. Belə. Sonra davam edirik. Elə bəlkə dediyim kimi tutun bildirən sözlərini davam edirik. Buna keçməmişdən öncə mənim sizə sualım olacaq. Deməli, ümumi olaraq mən bəlkə elədiyim ümumi məna daşıyan isimlər danışmışdım. Ümumi məna daşıyan isimlərdən istifadə edəcəksiniz. Burada hansı ki 5 dənə isim var. Bu 5 dənə isimlə istifadə cümlə qurmalısınız və onların daxilinə aid olan, məsələn, moneydə nə vardı? Dollar, euro, manat vardı. Furniture'da nə vardı? Məsələn, deməli, ola bilər sofa, table, chair və s. Bunların deməli hər birinə aid və onların daxilinə aid olan bir dənə sözə aid cümlə qurmalısınız. Bu sizin sualınız. Sonra davam edək tutun bildirən sözlərdən. Tutun bildirən sözlər nədir? Bayaq qeyd etdiyim kimi, biz bunlar sayma isimlərdir. Əlbəttə ki, biz bu sayma isimləri nəsə ifadə etməliyik ki, deyək ki, məsələn, mənə bundan bu qədər lazımdır və yaxud da ki, get bundan bu qədər al. Deməli, bizə onda köməyimizdə tutun bildirən sözlər çatacaq. Məsələn, bir dilim demək istəyirsinizsə, a slice of birləşməsini istifadə edəcəksiniz. Məsələn, a slice of meat, bir dilim ət. A slice of lemon, bir dilim limon. A slice of butter, bir dilim yağ. Sonra, bir ədəd a loaf deməkdir. Məsələn, a loaf of bread. Bir ədəd çörək. Məsələn, ananız deyir ki, get 3 ədəd çörək al. Onda olacaq nə? 3 loaves of bread. A cup of bir fincan deməkdir. Məsələn, a cup of tea, a cup of coffee, bir fincan çay, bir fincan coffee. A box of bir qutu deməkdir. Məsələn, a box of matches, bir qutu kibrit. A box of chocolates, bir qutu şokolad.
A bunch of bir dəstə deməkdir. Məsələn, a bunch of keys, bir dəstə açar. Fikir vermişsə, bəzi açarların üzərində, məsələn də ev açarıdır, sonra maşın açarıdır, ola bilər garajın açarıdır, hamısı olur. Onda bir dəstə açar deyirik də. A bunch of keys. Məsələn, bir dəstə gül, a bunch of flowers. Üzüm də görürsünüz, üzümün də üzərində ən azı bir salxım üzərində 10-15 dənə üzüm olurdu. Ona görə nə deyirik? A bunch of grapes. Sonra bir kisə a sack of olacaq. A sack of wheat, bir kisə buğda. A sack of flour, bir kisə un. A sack of coal, bir kisə kömür. Sonra a bar of bir pletka deməkdir. Məsələn, ən çox bu şokoladlarla istifadə olunur da. Məsələn, Alpengos və ya da digər firmaların şokoladları var. Onlar ki bir pletka formasındadır. Olur nə? A bar of chocolate və ya da a bar of soap, bir parça sabun. A lump of bir parça deməkdir. Məsələn, a lump of sugar, a lump of chalk. Bir kəsə a bowl deməkdir. A bowl of rice, bir kəsə düyü. A game of bir oyun deməkdir. Məsələn, a game of chess, bir oyun şahmat. Deyirəm ki, let's play a game of chess. Gəl bir oyunluq şahmat oynayaq. A can of bir dəmir qutu deməkdir. Məsələn, a can of honey, yəni bir dolça bal və ya da ki bir dəmir qutu bal deyə bilərsiniz. A can of meat, yenə bir dəmir qutu ət deyə bilərsiniz bu formada. Sonra davam edirik a barrel-la. A barrel of bir çəllək deməkdir. Məsələn, a barrel of oil, bir çəllək neft. A barrel of beer, bir çəllək pivə və s. A kilo of bir kilo deməkdir. Məsələn, deyirəm ki, go to the supermarket and please buy a kilo of sugar. Və zəhmət olmasa bir kilo qənd al. Nə dedik? A kilo of sugar. Və ya da a kilo of potatoes, a kilo of apples və s. Sonra bir stəkan a glass of deməkdir. Məsələn, a glass of water, bir stəkan su. Bir parça, bir hissə a piece of deməkdir. A piece of music, a piece of advice, a piece of chalk. Bir şüşə a bottle of deməkdir. A bottle of lemonade, a bottle of milk. Bir baş a head of deməkdir. Məsələn, a head of cabbage, bir baş kələm. A head of cattle, bir baş malqara. Bir səbət a basket of deməkdir. Məsələn, a basket of grapes, a basket of apples. Bir bağlama a packet of deməkdir. Məsələn, a packet of tea. Bir cüt a pair of deməkdir. A pair of trousers, a pair of scissors, a pair of gloves. Bir cüt, yəni a couple of sözümüz də var. Məsələn, a couple of weeks, yəni 2 həftə ərzində o deməkdir. Bir parça a sheet of deməkdir. Məsələn, a sheet of paper, bir parça kağız. A sheet of metal, bir parça metal. Bir boş qap isə a plate of deməkdir. Məsələn, a plate of soup, bir boş qap su. Və digər qaydamızdan davam edirik. Gəlin növbəti sualımız deyək. Deməli, buradan istənilən tutun bildirən sözlərdən üçünü seçirsiniz və onlarla bağlı cümlə yazırsınız. Məsələn, deyirsən ki, please bring me a cup of tea. Zəhmət olmasa mənə bir fincan çay gətir. Yəni, buradan istənilən 3 dənə tutun bildirən sözü seçirsiniz və ona uyğun cümlə yazırsınız. Digər qeydimiz nədir? Bu çox vacib qeydlərdən biridir. Sizə çoxlu dərslərdə lazım olacaq. Uşaqlar, yuxarıda danışdığımız ifadələr var, hansı ki, gördünüz ki, onlar daha çox ofla işlənirlər, düzdürmü? Bu ifadələr həm tək, həm cəm forması mövcuddur. Əgər bu ifadələr cümlənin mübtədası olarsa, xəbər ofdan əvvəlki isimlə uzlaşacaq. Nə deməkdir bu? Məsələn, buradakı gəlin mübtədaları təyin eləyək. A can of honey, the 3 cans of honey. Amma burada görürük ki, bizim xəbərlərimiz fərqlidir. Birində izdir, birində ardır. Deməli, burada bir nüans var. Uşaqlar, əgər cümləmizdə mübtədamın söz birləşməsini ifadə olunubsa və söz birləşməsinin ortasında sözünü varsa, avtomatik əvvələ baxmalıyıq. Yəni, biz burada hara baxacağıq? A can-ə. Burada ofdan əvvəldə təkdir, ona görə xəbərimiz tək oldu. Buradan ofdan əvvəldə cəmdir, ona görə xəbərimiz cəm oldu. İndi qeyd hissəsinə baxırıq. Bununla qaydamızı yekunlaşdıracağım və mənim sizlər üçün hazırladığım notlara baxacaq. Nə var burada? İngilis dilində bəzi isimlər həm sayılan, həm də sayılmayan kimi istifadə oluna bilər. Məsələn, birinci başlayaq glass sözünə. Uşaqlar, glass sözü şüşə mənasında sayılmır, amma stəkan mənasında sayılır. Time, vaxt mənasında sayılmır, amma dəfə mənasında sayılır. Light, işıq mənasında sayılmır, amma lampa mənasında sayılır. Iron, dəmir mənasında sayılmır, ütü mənasında sayılır. Wood, taxta sayılmır, meşə sayılır. Hair, saç sayılmır, tük sayılır. Work, iş sayılmır, əsər sayılır. Paper, kağız sayılmır, qəzet sayılır. Pepper, istiot sayılmır, biber sayılır. Land, torpaq sayılmır, ölkə sayılır. Chicken, toyuq əti sayılmır, cüzə sayılır. Room, boş yer sayılmır, otaq sayılır. Fish, balıq əti sayılmır, balıq sayılır. Lamb, quzu əti sayılmır, quzu sayılır. İndi bizim vaxtımız getməsin və mən sizə nümunə cümlələri oxumadım. Onsuz qarşınızda var. Siz özünüz evdə onları mütləq tanış olun ki, oxuyun ki, nümunələrdən də sizə tam aydın olsun. Həmişə bunu yadda salın uşaqlar. Bəzi şeylər var ki, onlar istisnadır, onlar mütləq əzbərlənməlidir. Bunun başqa bir çıxış yolu yoxdur, bunu mütləq əzbərləməlisiniz. Amma bəzi şeylər var ki, siz onu nümunələrlə öyrənsəniz, o sizin yadınızda daha çox qalacaq. Yəni avtomatik olaraq yadınızda məsələn həyəcananda istəsəz qeyd yaddan çıxa bilərdi, amma nümunə avtomatik yadınızdadır deyə o sizə aydın olacaq. Məsələn, gəlin sözlərlə bağlı bir sizə qeyd deyim. Məsələn, uşaqlar agree-nin razılaşmağı bilmirlər ki, hansı sözü ilə verək. Amma bəsit bir cümlə var. Məsələn, mən sənə razıyam. I agree with you. Avtomatik onda görürsünüz ki, demək agree ilə istifadə olmalıdır with-lə.
Okay, bu qaydamızla bağlı idi. İndi bir dənə də sualım bu olacaq ki, room sözünü siz cümlədə istifadə etməlisiniz. Bunun üçün bir cümlə yazırsınız. Deməli, bir cümlədə room sayılabilen isim kimi istifadə edin. Yəni otaq mənasında. Bir cümlədə isə room'u sayma isim formatda istifadə edin. Yəni boş yer mənasında. İndi gəlin davam eləyək mənim sizin üçün hazırladığım qeydlərlə. Mən bu qeydləri sizin üçün izah edəcəm və ondan sonra siz zəhmət olmazsa ekrana keçiriləcəm ki, bunu ekran kaydı, yəni screenshot eləyəsiniz ki, mütləq və mütləq kitabınızda qeyd edin. Deməli, countable və uncountable nouns, yəni bu mövzu ilə bağlı ümumi olaraq bizim qeydlərimizdir. Gəlin birinci başda toplu isimlərdən. Toplu isimlər nə deməkdir? Ümumi olaraq toplu isimlər ingiliscədən collective nouns deməkdir. Adından da bəlli olduğu kimi, bütün bir vahid kimi başa düşülən bir qrup əşyanı və ya şəxsi bildirən isimlər toplu isim adlanır. Məsələn, nümunə army, ordu. Avtomatik ordu deyən kimi gözümüzün qabağına çox əsgərlər gəlir. Və ya da party, partiya, və ya da family, ailə. Deməli, bunlar bizim nələrimiz oldu? Toplu isimlərimiz. Sonra bunu bəyəxsə dedim. Dedik ki, təbiətə aid olub sayılabilen isimlər var. Əslində təbiət hadisələrinə bağlı olan isimlər sayılmırlar. Amma bu 5 dəstə neyini sayılır? Hansılardır? A storm, fırtına, a cloud, bulut, a wind, külək, an earthquake, zəlzələ, a ratio. Sonra davam edirik 3-cü qeydimizdən. Uşaqlar, bayaq orada qeyd elədik ki, bəzi sözlər, məsələn, glass sözü, şüşə mənasında sayılmır, amma stəkan mənasında sayılır. Bir də bunun əksi var. Azərbaycan dilində elə sözlər var ki, onlar ingiliscə iki cür fərqli formada tərcümə ola bilər. Məsələn, iş. İş ingiliscəsində work da ola bilər, job da ola bilər. Bunlardan amma belə fərqli var ki, biri sayılır, biri sayılmır. Gəlin baxaq onlara. Deməli, iş work mənasında sayılmır, amma job mənasında sayılır. Hansı ki, sizin üçün mən burada avtomatik qeyd eləmişəm, rahatçılıqla, yəni baxa biləcəksiniz. Bax, bu hissədə qeyd olundu. Sonra musiqi. Music sayılmır, amma a song sayılır. Səyahət, travel sayılmır, amma yerdə qalanlar hamısı sayılırlar. A trip, a tour, a journey, a voyage. Belə də saxlayın da. Qarşısında artikel varsa, yəni artikelları. Demək avtomatik sayılır. Mənzərə, scenery sayılmır, a view sayılır. Gəlin sizin üçün bir dənə bunu belə biraz balaca edim ki, ekran görüntüsünü götürə bilərsiniz. Bir dəqiqə. Okay. Zəhmət olmasa bura qədər ekran görüntüsü alın ki, yəni screenshot eləyin, mən digərsini davam edeyim. Mütləq və mütləq bunu kitabınızda, qayda kitabınızda qeyd edirsiniz. Bunlar çox vacib qeydlərdir. Okay. Ümid edirəm ki, screenshot etdiniz. Gəlin davam edək. Sonra indi mən sizin üçün testlərdə izah edəcəm. O testlərdə sizə daha rahat olması üçün bunları mən sizin üçün hazırladım ki, daha rahat olsun. Nədir bu? Burada düzgün formalar dediyimiz var. Məsələn, a piece of doğrudur. Dedik ki, oflu birləşmələrdə ofdan əvvələ və ofdan sonra ayrıca baxmalıyıq. Və piece hissə parça sayılabilen tək isimdir. Ona görə biz onun qarşısında article vermişik, doğrudur. Piece of da doğrudur. Çünki ofdan əvvəldə piece cəmlənib. Two piece of da doğrudur. Çünki niyə? Two 2 deməkdir. 2-dən sonra gələn isim cəm olmalıdır. Bəli, burada da pieces cəmlənib. Some piece of da doğrudur. Çünki some'dan sonra isim ya cəm olmalıdır, ya da sayılmayan. Some'dan sonra sayılabilen tək isim gəlməz. A few piece of da doğrudur. Çünki öncədən qeyd etdiyim kimi a few'dən sonra gələn isim cəm olmalıdır. Deməli, burada olan hissələrimiz hamısı doğrudur. Bəs yanlış formalar nədir? Gəlin əsas bura baxaq. Məsələn, a furniture səhvdir. Niyə görə? Furniture sayma isimdir. Onun qarşısında biz article istifadə edə bilmərik. A good furniture da eyni qaydada. Furniture sayma isimdir, qarşısında article olmaz. A good news. News sayma isimdir, qarşısında article olmaz. Information sayma isimdir. Onun qarşısında another istifadə olmaz. Çünki another əvəzliyinin içərisində an article var. Ona görə bu olmaz. Eyni formada news sayma isimdir, qarşısında another istifadə olmaz. Furniture, information bunlar sayma isimlərdirlər. Sayma isimlər heç vaxt cəmlənməz. Əslində bunların hamısını mən dərsiniz izah edəndə hamısını qeyd eləmişəm. Sadəcə olaraq nümunədə də izah edirəm ki, sizə tam aydın olsun. Sonra to information da səhvdir. Çünki information sayma isimdir, qarşısına rəqəm işlənməz. Several informations düzdür. Severaldan sonra cəm isim gəlməlidir. Amma information sayma isimdir axı. Sayma isimdə cəmlənməz. Many'dən a few-dən sonra yenə sayma isim gəlməz. Belə yadda saxlayırıq ki, severaldır, many'dir, a few-dur. Bunlardan sonra sayma isim gəlməz. Sonra burada qeydimiz var. Some'dan sonra dedik ya cəm isim gələcək ya da sayma isim gələcək. A number of the several'da many'dir, a few-dur. Bunlardan sonra isə həmişə nə gələcək? Cəm isim. Sonra növbəti bir qeydimiz var. Uşaqlar, miqdar bildirən sözlərin qarşısında, yəni əgər bu sayıla bilirsə, o demək istəyən miqdar demək o deməkdir. Ya a article, yəni an article olmalıdır və yaxud da cəm olmalıdır. Amma yadda saxlayın ki, həm article, yəni an article, həm də s eyni vaxtda ola bilməz. Və yaxud da ki, eyni vaxtda da atıla bilməzlər. Yəni hər ikisini eyni vaxtda əlavə edə bilməzsiniz, silə də bilməzsiniz. İndi bu nümunələrə baxaq. Məsələn, piece of advice ona görə səhvdir ki, piece sayılabilen tək isimdir. Bəs bunun article anı. Burada article yoxdur, səhvdir. İkinci ona görə səhvdir ki, həm piece cəmləyib, həm də article verib. Üçüncü ona görə səhvdir ki, to 2 deməkdir. 2-dən sonra gələn isim cəmlənməli idi. Dördüncü ona görə səhvdir ki, a few-dən sonra gələn pieces cəmlənməli idi.
5-ci ona görə səhvdir ki, advice sayma isimdir, sayma isim cəmlənməz. Gəlin bu hissəni də sizin üçün deməli kiçildim ki, ekran kaydını ala bilərsiniz. Biz deyəsən 3-ə qədər eləmişdik, onu 4 dənə böyütməliyim. Okay. Buyurun, buradan da zəhmət olmasa ekran görüntüsünü alın ki, sizin üçün tam aydın olsun. Sonra devam edəcəyim. Okay. Yəqin ki, ekran görüntüsü aldınız. Gəlin indi bəzi nümunə suallar üzərində işləyək ki, hər şey sizə tam aydın olsun. Yəni nümunə suallarda bildinizsə, deməli bu mövzuda sizin probleminiz qala bilməz. Yenə də əlbəttə ki, nəsə sualınız olanda mütləq qeyd eləməyi unutmayın. Gəlin başlayaq. Birinci sualda nədir? Choose the line of countableness. Yəni sayıla bilən isimlərin sırasını seçin. Avtomatik olaraq biz variantlardan nə etməliyik? Sayıla bilməyən isimləri çıxmalıyıq. Gəlin birincidən başlayaq. Birincidə nəyimiz var? Cheese, pendir, bottle, butulka, giz, deməli qazlar. Burada cheese, pendir sıranı pozdu. Çünki sayma isimdir. Camel dəvə, butter kərəyağı, family ailə. Deməli burada butter kərəyağı sıranı pozdu. Çünki sayılmır. Flower gül, impression təəssürat, girl qız. Bəli, C bəndində hər üçü sayıla biləndir. D bəndə house ev, mistake səhv, bunlar sayılır, amma biology fən adları sayılmır. Child uşaq, chess şahmat, envelope zərf. Chess şahmat sayılmır. Və bir də oldu C bəndi. İkinci sualı siz mənim üçün cavablandıracaqsınız. İkinci sual deməli sizin üçündür. Davam üçüncü sualı. Üçüncü sualda deyir ki, choose the line of uncountableness. Yəni sayma isimlərin sırasını seçin. A bəndində mustard, melon, idea. Uşaqlar, melonun idea sayılır. Ona görə deməli sıranı pozdular deyə çıxdıq. B bəndə money, pool, history, tarix, gold qızıl. Hər üçü sayma isimdir. Deməli B bəndini götürürük. C bəndə food, ərzaq sayılmır. Chair, stool sayılır. Help, kömək sayılmır. Chair sıranı pozdu. D bəndə chalk, təbaşir sayılmır. Bucket, buket dəstəməsində sayılır. Hand, əl sayılır. Deməli, burada bu ikisi sıranı pozdu. Y bəndə fruit, meyvə sayılmır. Goat, keçi sayılır. Health, sağlamlıq sayılmır. Deməli, bizdə goat, keçi sıranı pozdu. Dördüncü sualı siz özünüz izah edəcəksiniz. Davam edirik 5-ci sualla. 5-ci sualda nə istəyir? Choose the countableness. Sayıla bilən isimlər seçin. Brush, fırça sayılır. Frog, qurbağa sayılır. Economics, iqtisadiyyat sayılmır. Advice, məsləhət sayılmır. Voice, səs sayılır. Furniture, mebel sayılmır. Deməli, bizdən sayıla bilənləri istəyir deyə avtomatik cavabımız olacaq 1, 2, 5, B bəndi. 6-cı sualı siz mənim üçün cavablandıracaqsınız. Davam edək 7-ci sualı. Choose the sentence with the uncountable noun. Deyir ki, sayma ismi olan cümlələri seçin. Sadəcə cümlələri oxursunuz, görək burada sayma isim var yoxsa yoxdur. I don't like coffee, I prefer tea. Burada görürük ki, bizdə nələrimiz var? Coffee var və tea var. Hər ikisi sayma isimlərdir. Deməli, birincini götürürük. İkincidə, are there any carrots in the kitchen? İkidə sayma isimimiz yoxdur. Üçüncüdə, he gave us some useful information. Information sayma isimdir. Deməli, üçü də götürürük. Does your brother eat many vegetables? Vegetables sayılan isimdir, ona görə götürmürük. How much sugar do you put in your tea? Burada sugar və tea sözlərimiz hər ikisi sayılmayandır. Avtomatik olaraq biz götürürük 1, 3 və 5-i. Cavabımız olacaq B bəndi. Sonra davam edək 8-dən 8-ci sualda siz özünüz cavablandıracaqsınız. 9-dan baxaq. 9-da çox düzgün variant istəyir. Deyən görə burada nə var? I drink many coffee in the morning. Uşaqlar, coffee sayma isimdir. Biz bildik ki, sayma ismin qarşısına many işlənməz. Və yaxud da belə baxa bilərsiniz əksinə, many'dən sonra hər zaman cəm isim gəlməlidir. Amma coffee cəm isim deyil axı. Ona görə A bəndə çıxdıq. I don't have a time to help you. Time sayma isimdir, qarşısına article işlənməz. B bəndə çıxdıq. I have two information for you. Information sayma isimdir, qarşısına rəqəm işlənməz. C-də çıxdıq. This luggage is very heavy. Bəli, luggage sayma isimdir, qarşısına 4 hərfli işarə vəzimi istifadə olunub. D bəndi doğrudur. 10-cu sual sizin üçündür. Davam edirik 11-ci sualla. Choose the correct variant. Düzgün variantı seçin. My parents always give me advice. Advice sayma isimdir, cəmlənməz. Ona görə A bəndi səhvdir. We bought two bread every day. Deməli, bread sayma isimdir. Sayma isim qabağında rəqəm işlənməz deyə B bəndə səhvdir. Football is my favorite game. C bəndi doğrudur. D bəndində soap sayma isimdir. Sayma ismin qabağında 5 hərfli işarə vəzdiyi işlənməz. 12-ci sual sizin üçündür. Davam edirik 13-cü sualla. Information sayma isimdir. Rəqəmlə işlənməz. Article işlənməz. E article verib P-siz cəmləyib deyə səhvdir. D bəndi doğrudur çünki samdan sonra sayma isim gələ bilər.
Y bəndində if-dən sonra cəm isim gəlməlidir. Doğrudur. Amma information sözü cəmlənə bilməz axı. Okay, 14-ə baxırıq. 14-də də advice saymə isimdir, article olmaz. Some'dan sonra advice verib, doğrudur. Advice saymə isimdir, cəmlənməz. A piece of advice doğrudur. E verib P-si cəmləyib, yanlışdır. Saymə isim qabağında rəqəm verib, yanlışdır. Deməli, cavabımız olacaq 2, 4, B bəndi. 15-ci suala baxırıq. 15-ci sual çox maraqlı suallardandır. Deməli, burada nə nüans var? Uşaqlar, cümlə nida cümləsidir. What ... it is. It is bizdən tək isim istəyirsən. Yəni, istər sayıla bilən olsun, istər saymayan olsun. Amma tək olsun. Gəlin onda bir variantlara baxaq. Song sayıla bilən tək isimdir. Sayıla bilən tək isim qaydada qeyddə də qeyd elədim ki, mütləq qarşısında nəsə olmalıdır. Amma burada qarşımızda ən azından article olmalıdır. Article-ımız yoxdur, səhvdir. İkincidə isə əksinə, music sayma isimdir. Sayma isimində article olmaz, ona görə səhvdir. Üçüncüdə difficult jobs deyə bilərik, çətin işlər. Amma jobs cəm isimdir. O gəlib it islə uzlaşa biləcəkmi? Xeyr. Bu cəmdir, it is təkdir. Amma orada they are olsaydı, avtomatik olaraq üçüncü uzlaşardı. Dördüncü doğrudur. Film sayıla bilən tək isimdir. Article da var, it islə uzlaşır, əla. Beşincidə of-dan əvvəldə slices cəmdir. Slices cəm olduğuna görə it islə uzlaşmaz deyə səhvdir. Altıncıda news sayma isimdir. Sayma isimdə həmişə it islə uzlaşa bilər. Ona görə cavabımız olacaq 4, 6, A bəndi. Baxırıq 16-ya, 16 sizin üçün sual olsun. Davam edək 17-ci sualla. 17-ci sual çox maraqlı suallardan biridir. Uşaqlar, birinci burada cümləni oxumalısınız ki, it was such a beautiful. Burada e artiklı var. Deməli, siz bu nöqtələrə birinci yerinə elə bir şey verməlisiniz ki, o sayıla bilən tək isim olsun. A bəndə ona görə səhvdir ki, furniture sayma isimdir, cəmlənib. B qalsın. C bəndə ona görə səhvdir ki, furniture sayma isimdir, cəmlənib. D bəndə aparıb yerinə qoysaq belə olur. A beautiful piece of furniture. Bəs yaxşı. Sən burada cəm isim qabağına e article verəməzsən axı. Ona görə D bəndə səhvdir. Y bəndə sayma isim qarşısına avtomatik article olmaz deyə cavab B qalır. İndi deyə bilərsiniz ki, necə oldu axı? B-də də furniture var. Amma mən bayaq dedim axı, of varsa, ofun hər iki tərəfinə ayrıca baxırıq. Of-dan əvvələ ayrı baxırıq, of-dan sonraya ayrı baxırıq. Həqiqətən də biz a beautiful piece of furniture deyə bilərik. Sonra bizdə 18-ci sual var. 18-ci suala baxaq. Maindən sonra cəm isim gəlməlidir. Amma information sayılmayan isimdir deyə o cəmlənə bilməz. Ona görə biri çıxdıq. Good information, yaxşı məlumat doğrudur. Several information deyə bilmərik. Çünki information sayma isimdir. Sayma isim qabağında several işlənməz. Sonra information sayma isimdir. Qabağında article işlənməz. Amma 5-ci doğrudur. Çünki iki isim yanaş gələndə biz əsas ismə, yəni sonuncu ismə baxırıq. Board sayıla bilən tək isimdir. Ona görə article vermişik, doğrudur. Cavabımız olur 2-5 A variantı. 19-cu sualda sizin üçün olsun. Bu da sizin üçün hazırladığım sonuncu nümunə sualı idi. Hər birinizə uğurlar. Nəsə sualınız olsa, hər zaman dediyim kimi mütləq və mütləq qeyd eləyin, məndən soruşun. Hər birinizə uğurlar. İnşallah ki, zaman-zaman videolar izlədiksə daha da yaxşı anlayacaqsınız. Təşəkkürlər.